Salam, hər vaxtınız xeyir. Ərəb dilinin açarı Miftahul Ərəb verilişində sizləri xoş gördük. Bugünkü mövzumuz ərəb dünyasında kitab mədəniyyəti və beynəlxalq kitab sərgiləri və bu sərgilərin mədəni əlaqələrin inkişafındakı roludur. Son illər ərəb ölkələri dünyanın ən böyük beynəlxalq kitab sərgilərinə ev sahibliyi edirlər. Bu tədbirlər müxtəlif xalqlar arasında mədəni körpülərin qurulmasına xidmət edir. Bu mövzuda daha ətraflı danışmaq üçün studiyamıza dəyərli qonaq dəvət etmişik. Studiyamızın dəyərli qonağı Leyla Ədəbi Agentliyinin rəhbəri Elnarə xanım Əlidir. Xoş gəlmisiniz Elnarə xanım. Xoş gününüz olsun Səbriyə xanım. Elnarə xanım uzun müddət nəşriyyat sahəsində fəaliyyət göstərmiş, müxtəlif ərəb ölkələrində beynəlxalq kitab sərgilərində iştirak etmiş, Azərbaycan kitablarını beynəlxalq mühitdə təmsil etmişdir. Elnarə xanım, gəlin ilk olaraq ərəb dünyasında kitab və mütaliə mədəniyyətinə ümumi bir nəzər salaq. Ona görə də sualım elə bu yönlü olacaq ki, ərəb dünyasında kitab mədəniyyətini necə xarakterizə edirsiniz və insanların kitaba marağı hansı səviyyədədir? Ərəb dünyası geniş və müxtəlif coğrafiyanı əhatə etdiyinə görə bütün ölkələr haqqında eyni fikri demək biraz çətindir. Amma ümumi mənzərə onu göstərir ki, ərəb dünyasında kitaba, biliyə, hörmət ənənəsi hələ də yaşayır. Bunu biz ərəb müəlliflərinin beynəlxalq uğurlarında da görürük. Məsələn, Nobel mükafatçısı Nəcib Məhfuzdan başlayaraq Coha Əl-Hərsi, Basim Xəndəqş, İlyas Huri, Nadia Vasi və digər müəlliflərin mükafatları, beynəlxalq mükafatları onu göstərir ki, ərəb ədəbiyyatı qlobal ədəbi prosesin ən mühüm iştirakçılarından biridir. İkinci sualım bundan ibarətdir ki, Elnarə xanım, biz yuxarıda qeyd etdik ki, siz müxtəlif ərəb ölkələrində beynəlxalq sərgilərdə iştirak etmisiniz. Bu sərgilərdə diqqət çəkən xüsusiyyətlər hansıdır? Ümumiyyətcə sizin o sərgilərdə xoşunuza gələn xüsusiyyətlər hansılardır ki, məsələn, siz o sərgilərdə dönə-dönə iştirak edirsiniz, oradan mənəvi zövq alırsınız? Bəli, ən çox diqqətimi çəkən məqam odur ki, ümumiyyətlə kitab sərgiləri bir çox ölkələrin, ərəb ölkələri də daxil olmaqla milli mədəniyyət strategiyasının bir hissəsidir. Demək olar ki, əsas sütunlarından biridir. Bununla bağlı olaraq da dövlətlər çox səy göstərirlər ki, o sərgilər əsl mədəniyyət festivalı kimi keçirilsin. Bunun üçün, məsələn, tədbirlərin daxilində böyük tərcümə forumları təşkil olunur, uşaq proqramları təşkil olunur, nəşriyyat mübadiləsi olur, nəşriyyatdan işgüzar görüşləri olur. Çox geniş bir ailələrlə uşaqlar qatılırlar, ziyarətçilər çox olur və böyük bir ədəbiyyat bayramını xatırladır və ziyarətçi sayı da ərəb ölkələrindəki sərgilərdə kifayət qədər çox olur. Məsələn, son illərdə Qahirə kitab sərgisinə 4-6 milyona yaxın ziyarətçi sayı qeyd olunub. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin iki böyük şəhərində, məsələn, Əbu-Dabidə və Şarjada keçirilir sərgilər. 3-4 milyon arası ziyarətçi sayı göstərilir. Yəni bu kifayət qədər heyran edici məqamlardır. Çox gözəl. Ərəb ölkələrində də biz bilirik ki, beynəlxalq kitab sərgiləri keçirilir. O cümlədən Azərbaycanda da beynəlxalq kitab sərgiləri keçirilir. Mən özüm dönə-dönə Azərbaycanda keçirilən kitab sərgilərində iştirak etmişəm, çox sevirəm. Ərəb ölkələrində keçirilən beynəlxalq sərgilərlə Azərbaycanda keçirilən o sərgilər arasında siz fərqi nədə gördünüz? Fərq varmı? Ən nəzərə çarpan fərqdən başlasaq, bu yəqin ki, miqyas və infrastruktur fərqidir. Bu təbii ki, çox nəzərə çarpır. Amma digər nəzərə çarpan məqam, məsələn, beynəlxalq iştirakçıların və peşəkarların sayıdır. Məsələn, ərəb sərgilərində beynəlxalq iştirakçılar çox sayda iştirak edirlər. Bir çox onlarla beynəlxalq nəşriyyatların nümayəndələri olur və orada sərgi satış platforması kimi deyil, daha çox müəllif hüquqları bazarı kimi səciyyələndirilir. Bu, düşünürəm ki, çox mühüm məqamdır və həmçinin də Azərbaycanın, məsələn, Bakı beynəlxalq sərgimiz də kitab sərgisi də, həmçinin də regionun kitab mərkəzi, beynəlxalq hüquqlar mərkəzi olmaq yolunda da irəli addımlayır və mən bu uğurda görürəm və çox sevinirəm. Elnarə xanım, mənim üçün çox maraqlıdır. Ərəb oxucuları daha çox hansı yöndən olan kitabları müraciət edirlər? Məsələn, dinimi, fəlsəfi və yaxud da ki, özünü inkişaf. Məsələn, oraya gələn, sərgiyə gələn ərəblər, ərəb oxucuları hansı kitablara üstünlük verirlər?
Səbriyə xanım, deməli, hər istiqamətin öz oxucu kütləsi var. Ərəb dünyasında da bu belədir. Amma ənənəvi olaraq din, tarixi və fəlsəfi kitablar orada həmişə böyük maraq doğurur. Biz bilirik ki, tarixən Qahirə, Dəməşq, İskəndəriyyə, Bağdad kimi şəhərlər elmi mərkəzləri olublar. Bəli. Ona görə də ərəb dünyası öz milli mədəni köklərinə çox böyük həssaslıqla yanaşır. Amma gənc nəsil müasir tendensiyalara çox açıqdır. Məsələn, sərgilərdə tez-tez rast gəlir, bizə yeni çıxan tendensiyalarla çox maraqlanırlar. Məsələn, psixologiya, liderlik, biznes, şəxsi inkişaf və uşaqların tərbiyəsi ilə bağlı kitablar barəsində xüsusi bu kitabların populyarlığı xeyli artıb və həmçinin də dünya klassiklərinə maraq da çox artıb. Minlərlə dünya klassikinin müxtəlif dövlətlərdən alınma dünya klassikləri ərəb dilinə tərcümə olunur və bu hətta məktəb proqramlarına da salınır və təbliğ olunur. Bu daha çox onda özünü inkişaf yönündə olan kitablardır. Bəli, daha çox elə olur. Bəli. Deməli, bu psixoloji yöndən olan kitablardır ki, özünü inkişafdır. Çünki insanın ruhu oxumaqla belə deyək ki, mənəvi qidasını bu yöndən alır. Bəli, eyni elə. Motivasiya kitablarına da daha çox üstünlük verirlər. Yəni ki, görürsüz ki, bizə də Azərbaycana da gələn ərəb turistləri məsələn kitab dükanlarına gedirlər və bizim ədəbiyyatımızla da maraqlanırlar. Sərgilərdə də biz bunu görürük. Deyirlər ki, məsələn sizin kitabxananızda olduq, sizdə Nizami var, Füzuli var. Görürük ki, artıq bu mübadilə baş tutub və bu çox sevindirici haldır. Çünki bizim kitablarda ruhun qidası var, şirinlik var. Bəli, bəli, çox. Yəni insan ruhunu təlatümə gətirir həqiqətən də. Çox dərin ədəbiyyatımız var. Bəli, bu təsir edir. Baxın, belə bir sual məndə meydana gəldi ki, bu sərgilərdə Azərbaycan mədəniyyətinə və kitablarına maraq hissi olunurmu, maraqlanırlarmı? Azərbaycan haqqında stendlərə yaxınlaşıb sual verən gəncləri daha çox bizim multikultural dəyərlərimiz və Qarabağ mövzusu, bizim öz klassiklərimiz və yeni yazıçılarımız maraqlandırırlar. Bizim məsələn mən düşünürəm ki, Azərbaycan ədəbiyyatında bu ərəb dünyasının intellektual və emosional baxımından cəlb edə biləcək yazıçılarımız var və onlar da maraqlanırlar. Məsələn, ərəb dilinə tərcümə olunan bizim bir neçə yazıçılarımız var. Onlar barədə soruşurlar, yeni kitablar barədə soruşurlar. Yəni ümumi maraq var düşünürəm. Azərbaycan ümumiyyətlə ərəb dünyası üçün bizim ortaq dəyərlərimiz olduğu üçün biz Azərbaycan ərəb dünyası üçün doğmadır. Həm də kəşf edə biləcək maraqlı bir mədəniyyət məkanıdır. Çünki biz 6-cı əsrdən 1922-ci ilə qədər ərəb və fars dillərində bizim böyük yazıçılarımız, Nizami, Füzuli bu dildə yazmışlar. Bəli, ona görə də daha aktiv olar. Çünki elə baxın, bizim elə dilimizdə nə qədər işlətdiyimiz ərəb sözləri var. Bəli. Bu da elə onu göstərir ki, bizimlə onların elə ortaq məxrəcimiz var. Ərəb dünyasında tərcümə fəaliyyətini necə dəyərləndirirsiniz və Azərbaycan müəlliflərinin əsərlərini ərəb dilinə tərcüməsi üçün imkanlar varmı? Məsələn, bizdə də cavan yazıçılarımız var, lap elə bizim klassiklərimiz var. Ərəb dilinə tərcümələr olurmu? Bəli, Səbriyə xanım. Deməli, tərcümələr, ölkələr arası tərcümələr bir neçə etapla mərhələli şəkildə baş verir. Bu ya dövlət layihələri şəklində olur, ya da ki, nəşriyyatların müraciəti əsasında olur. Məsələn, nəşriyyat müraciət edir, müəllif hüququnu alır və kitabı öz dilinə tərcümə edir. Məsələn, ərəb ölkələrində tərcüməyə ayrılan dövlət proqramları var. Məsələn, Turcuman Award var, Şeyx Zayed tərcümə qrantı var və Şarja sərgisinin qrantı var, Doha sərgisinin qrantı var. Burada dövlətin tərcüməyə olan dəstəyidir. Bizdə də hal-hazırda bu proqram üzərində çox peşəkar bir komanda çalışır. Azərbaycanda da bu yaxınlarda tərcümə qrantının əsası qoyulacaq və bu bir çox layihələrə vəsilə olacaq. Təbii ki, bununla yanaşı peşəkar tərcüməçilərin, mütəxəssislərin hazırlanması və nəşriyyat, müəllif mübadiləsi çox önəmlidir. Bunlar hamısı yanaşı gedərsə, düşünürəm ki, çox böyük perspektiv Azərbaycanda da bu yaxında nəzərə çarpacaq. Növbəti sualımız ondan ibarətdir ki, müəllif hüququ nədir və nə üçün müəllif hüquqları bu qədər vacibdir? Müəllif hüququ, müəllifin yaratdığı əsər üzərində qanunla qorunan hüquqlardır. Bu hüquqlar müəllifə əsərini yaymaq, nəşr etdirmək, tərcümə etdirmək və bütünlüklə əsərin istifadəsinə icazə vermək hüququ verir.
Müəllif hüququ sadəcə bir maddədən ibarət deyil. Bu ümumiyyətlə əsərin üzərində qurulmuş bir intellektual qalxan kimidir. Məsələn, sizin bir neçə ideyalarınız ola bilər. Müəllif hüququ ideyanı qorumur, ideyanın ifadə formasını qoruyur. Və sizin ideyanız məsələn müxtəlif bir şey deyək, məsələn kosmosa uçan uşaq sizin ideyanızdır. Hər hansı bir fikir, hər hansı bir proyekt. Bəli. Müəllif hüququ bu ideyanı qoruya bilməz. Lakin siz o fikri, o ideyanı kitab halına çevirdikdən və yaxud da rəsmini çizdikdən və yaxud da notlara köçürdüyünüz və yaxud da ümumiyyətlə digital kod olaraq. Müəllif hüquqları hər sahədə vacibdir. Bəli. Siz onu istənilən halda bir mətn halına gətirdiyiniz andan etibarən o mətn qorunur və müəllif hüquqları onların təhlükəsizliyinə zamindir. Ərəb ölkələrində müəllif hüquqları Qərb ölkələrinə nisbətən daha gec formalaşıb. Ümumiyyətlə klassik İslam dövründə müəllif hüququ anlayışı, müasir müəllif hüququ anlayışı ümumiyyətlə yox idi. Müəllifin əsərinin tanınması mənəvi xarakter daşıyırdı. Bu nədən irəli gəlir? Mənəvi xarakter daşıyırdı o vaxt müəllif hüquqlarının tanınması. Daha çox müəllifə hörmət şəklində. Məsələsi belə deyil. Bəli. O cür daha çox təzahür edirdi. Amma sonra müəllif hüquqları qanunları qəbul edildikdən sonra bir çox ərəb ölkələri bu qanunları öz konstitusiyalarında qəbul etdilər və həmçinin də bir çox beynəlxalq müəllif hüquqları konvensiyalarına qoşuldular. Məsələn, bildiyim qədərilə tarixdə ilk ərəb ölkəsi Tunis idi, hansı ki beynəlxalq müəllif hüquqları qanununa qoşulmuşdur və həmçinin də hal-hazırda bütün ərəb ölkələri beynəlxalq müəllif hüquqları konvensiyasında aktivdirlər və onların raportları illik raportlarda tez-tez rastlayırıq. Bu çox vacibdir ki, müəllif hüquqlarının qorunması bütün sahələrdə vacibdir ki, məsələn, bizim mədəniyyətimizdə nə qədər əsərlər var ki, onları qonşularımız, üzdən iraq qonşularımız öz adlarına çıxmışdır. İstər kulinariyamız olsun, istər sənət əsərlərimiz olsun, istər musiqimiz olsun. Ona görə də siz doğru buyurursunuz ki, mütləq ki, müəllif hüquqları tanınmalıdır ki, görünsün ki, bu kimdir, bunun yiyəsi kimdir, bunun proyektini kim cızıb, kim bunun üzərində işləyib və s. Elnara xanım, mənə maraqlıdır ki, müəllif hüquqları prosesi necə əldə edilir? Müəllif hüquqlarının əldə edilməsi prosesi hal-hazırda mövcud qanunvericiliklə bağlı və bu sahədəki böyük inkişafla bağlı. Bu sahənin özünün koordinatorları var, menecerləri var, hansı ki müəllif hüquqlarının alqı-satqısı ilə məşğuldurlar. Onlar bu hüquqları satırlar. Nəşriyyat müəllif ya özündə saxlayır müəllif hüquqlarını və yaxud da hansısa bir nəşriyyatı bunu verir öhdəçiliyini. Nəşriyyat həmin müəllifin müəllif hüquqlarını satır. Məsələn, baxın bu kitabı Slayiki nəşriyyatının nəşridir. Slayiki nəşriyyatı Mərakeşin ən böyük nəşriyyatlarından biridir. Həmçinin Tariq Slayiki Mərakeş Naşirlər Assosiasiyasının prezidentidir. Said Kubritin kitabının müəllif hüququ ona aiddir. Məsələn, Bakı səfəri zamanı o bu kitabı bizə təqdim etmişdi. Azərbaycan müəllif hüquqlarını. Bəli, özü gəlmişdi. Bir yerdə Milli Kitabxananı gəzdi. Azərbaycan Bakının gözəl yerlərinə baxdı, kitablarımızla tanış oldu. Ərəb ölkələrində olan nəşriyyat evləri ilə Azərbaycandakı nəşriyyat evləri arasında əlaqələr varmı? Necə qurulur? Var, hal-hazırda gözəl bir inkişaf prosesindədir bu. Bizim məsələn tədbirlər, beynəlxalq tədbirlər zamanı dövlət xətti ilə və yaxud da öz xətti ilə nəşriyyatlar mübadiləsi baş verir. Və ya bizim nəşriyyatlar səfər edirlər ərəb ölkələrinə və yaxud da onlar səfər edirlər. Məsələn, bu keçən il Baku Expo beynəlxalq kitab sərgisində fəxri qonaq Qətər idi. Bəli, gözəl nəşrlərlə birlikdə iştirak edirdi, gözəl nəşr nümunələrini göstərdilər və biz onların ədəbi fəaliyyəti ilə tanış olduq. Həmçinin də Doha beynəlxalq kitab sərgisində mən şəxsən iştirak etmişdim. Bu da bir mübadilə proqramının çərçivəsində iştirak etmişdim. Sərgilərin sayəsində əlaqələr daha da genişlənir və ümumi digital erada yaşadığımız üçün audio, video görüşlər də keçirilir və əlaqələr getdikcə inkişaf eləyir. Məsələn, biz yeni çıxan nəşrlər barədə çox tez xəbər tuturuq. Çünki kataloqlar paylanılır, xəbərlər verilir və ümumiyyətlə yazıçıların özləri də kifayət qədər sosialda çox aktivdirlər. Bu sürətli reaksiyalar dünyası bizim işimizə çox yarayır. Beynəlxalq kitab sərgiləri ildə neçə dəfə təşkil olunur?
Bu bir neçə ölkədə olur. Ən aktivləri məsələn Qahirə kitab sərgisidir. Qahirə kitab sərgisi keçən il ziyarətçi sayına görə ümumi rekordu qırdı. Kitab sərgisinə gələn ziyarətçilərin sayına görə ümumi rekordu imza atdı. Və ən fəallarından Şarja Beynəlxalq Kitab Sərgisidir, Abu Dabi Beynəlxalq Kitab Sərgisidir, Doha həmçinin hal-hazırda Muscat Kitab Sərgisi də aktivləşməyə başlayıb. Bir çox ərəb ölkələrində intensiv fəallığı görürük, müşahidə edirik. Bu təbii ki, çox sevindiricidir. Çünki bu sanki təşviq xarakterli olur, digər ölkələrə də təsir edir və ərəb ölkələri ilə əməkdaşlıq etmək istəyən ölkələrin də təəssübkeşliyi artır, istəyi artır bunun. Elnarə xanım, bu əməkdaşlığınız nə dərəcədə mütəmadidir? Ərəb ölkələri ilə əməkdaşlığımız hər il baş tutur. Hər il ziyarət, mütəmadi olaraq ziyarət etdiyimiz ərəb ölkələrinin sərgiləri var. Bu Şarja Beynəlxalq Kitab Sərgisidir, Abu Dabidir və həmçində Qahirə Kitab Sərgisidir. Və digər ölkələrdə də aktivli müşahidə olduqdan sonra, məsələn, gələn il, növbəti illərdə digər sərgilərə də qatılmağı düşünürəm. Məsələn, Rabat sərgisi barədə, Mərakeşin Rabat sərgisi barədə çox müsbət xəbərlər gəlir və orada getməyi düşünürəm və ümumiyyətlə bu inkişaf çox böyük perspektivlər vəd eləyir. Bizim ölkəmiz üçün də ərəb dilində mütəxəssislər yetişdiyinə görə sizin sayənizdə məsələn bu inkişaf çox nəzərə çarpan olduğu üçün mən düşünürəm ki, bu əlaqələr get-gedə daha da möhkəmlənəcək və bir çox məşhur ərəb yazıçılarının kitabları bizim dilimizə tərcümə olunacaq. Həmçinin də qarşılıqlı olaraq Azərbaycan yazıçılarının da ərəb dilində tərcümələri çoxalacaq. Əsasən bizim hansı kitablarımız ərəb dilində tərcümə olunur və onlar hansı yöndə kitabları sevirlər bizim dilimizdən olan kitabları? Ərəb ölkələrində ənənəvi olaraq fəlsəfə, din, tarix, bu cür kitablara, bu cür janrlara maraq var. Biz bilirik ki, tarixən İskəndəriyyə, Bağdad, Dəməşq bunlar elmin, irfanın mərkəzi olmuşdur və insanlar da öz milli mədəni köklərinə çox sadiqdirlər. Amma hal-hazırda müasir gənclər yeni tendensiyalara çox açıqdırlar və ona görə də psixologiya, şəxsi inkişaf, ailə və uşaq tərbiyəsi, liderlik, biznes kitablarının da fəallaşdığını görürük, bu janrların da populyarlaşdığını görürük və ona görə də bu cür kitablara da maraq artır. Məsələn, hal-hazırda Azərbaycanlı bir yazıçı var, Rövşən Abdullaoğlu, yəqin ki, tanıyırsınız, bestseller yazıçıdır. Onun bir neçə əsəri, 4 əsəri ərəb dilinə tərcümə olunmuşdur. Hətta Misirdə fəxri qonaq qismində, fəxri yazıçı qismində onu dəvət etmişdilər və orada bəli paneldə iştirak etdi. Çox gözəl ərəb mediası bunu işıqlandırdı və həmçinin də imza mərasimi keçdi. Həmin o Misirli yazıçının stendində müəllifin çox maraqlı imza mərasimi keçdi. Əlaqələr var. Çox şükür ki, bizim perspektivli bestseller yazıçılarımıza maraq var. İnşallah ki, bu maraq daha da artacaq və bizim yazıçılarımız da daha da həvəslənəcəklər. Gözəl əsərlər ortaya qoyacaqlar. İnşallah. Hansı əsərlər müəllif hüquqları ilə qorunur? Baxın, bu biraz həssas yanaşma tələb edən sualdır. Çünki müəllif hüquqları heç zaman, bu qanun heç zaman sənət tənqidçisi rolunda çıxış etmir. Müəllif hüququ qanunu heç zaman əsərin dahiyanə və yaxud da çox bəsit çəkilmiş gözü ilə yanaşmır. Yəni sizin əsərinizin qorunması üçün onun şah əsər olmasına heç bir ehtiyac yoxdur. 5 yaşlı uşağın çəkdiyi bəsit bir rəsmlə dünya şöhrətli rəssamın çizdiyi tablo eyni hüquqi səlahiyyətə malikdir. Eyni hüquqi müdafiəyə malikdir. Məsələn, qanun əgər maddi dəyərli və xüsusi əhəmiyyətli olan bir əsəri qorumağa öhdəliyini götürürsə, bu maddi dəyəri kim ölçəcək? Çünki 5 yaşında cizgisi bir mənasız bir cizgi olan bir sənət əsəri və yaxud da şeir 20 ildən sonra çox möhkəm, möhtəşəm bir cərəyana çevrilə bilər. Ədəbi cərəyana çevrilə bilər. Və heç kim o rəsmi götürüb öz şirkətinin loqosu kimi istifadə edib, icazəsiz olaraq ondan pul qazana bilməz. Müəllif hüququ bunu təmin edir. Gözəl. İndi isə əziz izləyicilər, mövzumuzla bağlı olaraq Elnarə xanımın hazırladığı qısa video təqdimata baxaq.
Ölkələrlə bu sahədə çalışmış biri kimi deyə bilərəm ki, müəllif hüquqları sadəcə müqavilə və imza deyil. Bu müəllifin əməyinə verilən dəyər, oxucunun isə keyfiyyətli və qanuni ədəbiyyata çıxışıdır. Bəlkə də düşünürsüz ki, müəllif hüququ mənə nə verir? Əslində çox şey. Oxuduğumuz hər bir kitab sadəcə hekayə deyil. İllərin zəhməti, yaradıcı düşüncə və böyük məsuliyyətdir. Sevindirici haldır ki, Azərbaycan da Beynəlxalq Müəllif Hüquqları Konvensiyasına qoşularaq bu sahədə hüquqi müdafiəni gücləndirmişdir. Müəllif hüququnu qorumaq təkcə müəllifi deyil, ədəbiyyatımızın və mədəniyyətimizin gələcəyini də qorumaqdır. Ona görə də paylaşırıqsa mənbə göstərməli, istifadə ediriksə icazə almalı, müəllif kimi yaradırıqsa işimizi qorumalıyıq. Bu videoçarx Ümumdünya Müəllif Hüquqları gününə həsr edilmişdi. Azərbaycanda müəllif hüquqlarının maarifləndirilməsinin, gücləndirilməsinin təşviq təqdimat xarakterli hazırlanmışdı. Bəli, təqdimat həmin günə özəl təqdimat xarakterli bir video idi. Bu bizim ölkəmizdə də müəllif hüquqları sahəsində işlər gedir. Məsələn, Kamran İmanovun tezisləri, elmi işləri tez-tez rastıma çıxır. Milli Kitabxanamızda da var. Bu sahədə olan maarifləndirmənin gücləndirilməsinə yönəlik təşviqat xarakterli bir video idi. Elnarə xanım, sizinlə həqiqətən də həmsöhbət olmaq çox gözəldir. Amma sonuncu sualım bundan ibarətdir ki, sizin fikrinizcə gələcəkdə Azərbaycan və ərəb ölkələri arasında kitab və nəşriyyat sahəsində əməkdaşlıq hansı yöndən inkişaf edə bilər? Yəni istiqamətlər hansı istiqamətdə inkişaf edə bilər? Bu mənə də xoşdur. İlk növbədə təşəkkür edirəm. Bu düşünürəm ki, bütün istiqamətlərdə inkişaf olacaq. Mən ümumiyyətlə bu əməkdaşlığın perspektivinə çox nikbin yanaşıram və təbii ki, düşünürəm ki, burada bizim ərəb ölkələri ilə Azərbaycanı birləşdirən təkcə iqtisadi və siyasi əlaqələr deyil. Bizim mədəni, milli, tarixi bağlar birləşdirir. Mən inanıram ki, qarşılıqlı etimad və ortaq dəyərlər əsasında bu əməkdaşlığın uzunmüddətli və davamlı olması üçün gözəl bir gələcək bizi hamımızı gözləyir. Biz də ümid eləyək inşallah. Nədən də olmasın? Çünki bizim xalqımız həqiqətən də çox savadlıdır. Kitab mədəniyyəti mən deyərdim ki, digər xalqlardan heç birindən də geri qalmır. Mən təşəkkür edirəm Səbriyə xanım dəvətiniz üçün. Həmçinin də sizin şirkətin bu ərəb dünyasının təbliği və ərəb dilinin öyrədilməsi, tədrisi barəsində xidmətlərə və siz. Ümumiyyətlə bu veriliş Edu-Company təhsil şirkətinin ərəb dilinin tədrisinə və təbliğatına göstərdiyi diqqətin bariz nümunəsidir. Mənim də kiçik bir tövhəm olsun ərəb dilində tədris alan tələbələrimiz üçün düşünürəm ki, gözəl bir ədəbi nümunədir. Said Kubritin kitabıdır. La Antazir Ahada Sivaya kitabıdır. Şeirlər toplusudur. Siz yəqin ki, onu tanırsınız. Said Kubrit eyni zamanda Mərakeş jurnalistidir, ictimai xadimdir, şairdir. Həqiqətən də bax bu kitabda Said Kubritin qəlbindən o dilinə axan gözəl o inciləridir. Çox təşəkkür edirik kitaba görə. Mən də təşəkkür edirəm. Buyurun. Çox sağ olun. Mən təşəkkür edirəm. Elnarə xanım, bir daha dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüzə görə, bizim dəyərli izləyicilərimizə beynəlxalq kitab sərgilərinə aid məlumatlar verdiyinizə görə sizə öz təşəkkürümü bildirirəm. Eyni zamanda Miftahul Ərəbiyyə verilişinin qonağı oldunuz. Sizə öz adımdan və Miftahul Ərəbiyyə komandası adından sizə öz təşəkkürümüzü bildiririk. Onu da deyim ki, Elnarə xanım Edu-Company təhsil şirkətinin ərəb dili şöbəsinin ən fəal, ən aktiv tələbələrimіздəndir. Mənə də sizin tələbəniz olmaq çox xoşdur. Mən elə işim gərəyi ərəb ölkələrinə etdiyim səfərlərə görə ərəb dilinə çox böyük ehtiyac yaranırdı və ən yaxşı, ən keyfiyyətli, ən gözəl tədris verən şirkət olaraq sizə yönləndirdilər və nə yaxşıdır ki də yönləndirdilər. Təşəkkür edirəm əməyinizə görə. Bəli, bəli. Həqiqətən də ərəb dilinin təbliğatında, dərslərimizin keçirilməsi, tələbələrimizin yetişdirilməsində Edu-Company təhsil şirkətinə, onun rəhbərliyinə, onun komandasına ərəb dili şöbəsi adından öz təşəkkürümüzü bildiririk. Hörmətli izləyicilər, bu gün biz ərəb dünyasında kitab mədəniyyətindən və beynəlxalq kitab sərgilərindən söhbət etdik. Studiyamıza bu sahənin mütəxəssisini dəvət etdik. Ümid edirik ki, bu veriliş sizə yeni məlumatlar və maraqlı baxışlar qazandırdı. Növbəti verilişlərdə görüşənədək ərəb dili və mədəniyyəti dünyasına bizimlə birlikdə səyahət edin. Sağ olun, salamat qalın.